Xəqani müəllim o 44 günlük müharibə haqqında danışdı. Bilirsiniz ki, hələ də bütün dünya təhlillər aparır ki, necə bunu bacardı Azərbaycan və bugün də Qarabağ elə təhlil, Qarabağ futbol klubunu elə təhlil etməyə başlayıblar ki, baş məşqçi, klub rəhbərliyi bu futbolçularla necə bacardılar axı bunu? Bəli, misal üçün, mənə o qədər xoş gəldi ki, Rusiyanın Baltika klubu Qurban Qurbanovu təbrik elədi. Xiaomin təbrik elədi. Bild yazır, Kicker yazır, İspaniya mətbuatı yazır. Marka məşhur. Marka, AS, hamısı yazır. Mən sevdiyim Rəşad. Özdə Xəqani üz istəyirəm, yazı getmir. Yəni, manşetə çıxır. Bu manşetə çıxır. Qarabağ təhsil meydanda yox. Meydandan kənarda da Azərbaycanı tanıtdırır. Mən istədiyim, məsələn, Rusiya mətbuatını mən yaxından bütün idman saytlarını, futbol saytlarını izləyirəm. Bütün futbol mütəxəssisləri Qarabağ haqqında o qədər yüksək fikirdədirlər. Hətta Mostovoy, səhv eləmirəmsə, Mostovoy, Rusiya tanınmış və Mən istədiyim hətta azarkeşlik. İralda Seltado. Hətta Qarabağ Ayntraxtla oyunda ikinci qol buraxanda dilxor oldum və baxmadım. Amma sonradan biləndə ki, Qarabağ 2 top vurub qalib gəlib, çox sevindim. Yəni, Rəşad da qeyd elədi, Xiaominin təbriki, Baltika klubunun təbriki, çoxdur belə təbriklər. Hər halda Azərbaycan futbolunun o bərbad gündə olması örtbasdır eləyən bir klubdur da Qarabağ bu gün. Xəzərin şərqi, Qazaxıstan. Qazaxstanda Qarabağın əməli başlı azarkeş ordusu var. Blogerlər Qarabağdan yazır. Adi azarkeşlər Qarabağdan uğruna sevinir. Nə bilim, bayaqlar mən verişə gələndə axşam gördüm, Qazaq turistlər gəzir. Vallahi billahi təsadüfən qulaq müsafiri oldum deyir. Buradan iki kişili bir xanım idi. Qarabağdan danışırdılar. O kişilər qadın nəsə çəkirdi, amma o kişilər Qarabağdan danışırdılar. Yəni bunlar hamısı bizim uğurumuzdur. Hətta Qayrat, rəqib Qayrat bir video blok hazırlayıb Qarabağa. Biz dayandıq, siz irəli gedin. Bəli.